Zamaq bu içinə düşəcək də, sən özün bilmək üçün bunu bu istiqamətdə qoyursan. Sonra açırsan. Bax, tuturuq bu vəziyyətdə. Burada qatımızı salmışıq ha. Bu qatdan hardasa. Bu qatdan. Hardasa bir 2 milli aşağı götürsək olar. Başını qatlanması üçün yer saxlayırıq. Bunu buradan birləşdirirsən və diqqət edirsən ki, bax, bunlar da yuxarı baxsın. Göbənin içinə. Sonra bax, burada ütü xətti salmışıq. Həmin ütü xəttinin üstünə birləşdirirsən, gəlirsən ta ki, burada tikiş bitdiyi yerə. Buradan aşağı düşmə. Bura kimi birləşdir. Eyni qaydada buranı da 30-dur əlinlə. Çəkik baxaq. Heç bir problem yoxdursa, gedək maşına. İndi qızlar birləşdirib, amma sizə gedək maşını izah edeyim. Başa düşdün? Başa düşdünsə götür zamaq. Yox, birləşdirdin mi? Ay, sağ ol. Bax. Bunu indi maşına vuranda, buradan maşın bu hissəni çimdikləyəcək. Qəşəng görünməyəcək. İndi sən bu hissəsi qalsın, bu hissəsini sök və bunun üstünə tezdən 30-dur. Yəni, sizə baxın. Sözünki qəşəngdir. Bir balaca burada olub, onu da yedirtə-yedirtə oturtmuşsan üstünə. Təbii ki, məncə köpməz. Maşın biraz itirir səhvlərini. Yaxşıdır. İndi sizinki maşını hazırdır. İndi gedək bunu maşınlayaq, maşının qaydasını da deyim.